Biz bir şeyi eləməyin qaydasını bilmirik, adını qoyuruq ki, bu alınmır, işləmir. Biz yadda saxlamağın qaydasını bilmirik, günaha atırıq beynimizin üstünə ki, mənim beynim zəifdir. Deyim ki, mənim uşağım dərsini oxusun və yadında qalsın, amma əzbərləməsin. İstənilən nəticə insanın özünün istəyindən asılı olan bir şeydir. Sizin uşağınız istəmirsə, ona yəni dünyanın ən yaxşı texnikasını da versəz, onu yadda saxlamayacaq. Xarici dili öyrənmək istəyən sizin yanınıza gəlir. Gəlirsə ona nə qədər müddət lazımdır? Biz yaddaş texnikalarını öyrədirik. Yaddaş texnikalarını öyrənəndən sonra o zaten öyrəndiklərini istənilən mövzuya istifadə edə bilirsiniz. Və bunu hamı öyrənə bilər. Yəni bu istedad deyil. Einsteynin məktubunu açıb oxuyurlar, görürlər məktubunda yazıb ki, mənim beynimin sizinkindən heç bir fərqi yoxdur. Mən sadəcə olaraq onu işlətməyin qaydasını bilirəm. Bizim təhsil sistemində baş verən problemlər nədən ibarətdir? İnsanlar düzgün öyrənməyin qaydasını bilmirlər. Yanlış qapı yoxdur. Yanlış açar var.